Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmi veb-saytının əsas səhifəsində yerləşdirilmiş interaktiv məlumatlar bölməsində səhvə yol verilib. Yenavaz.com xəbər verir ki, interaktiv məlumatlar bölməsindəki xəritə üzərində mövcud iqtisadi və inzibati rayonlar qeyd olunub. Qeyd edək ki, bu hissədə Qaçqın.com-un regional nümayəndəlikləri barədə məlumatlar yer alır. Lakin Qaçqın.com-un təqdim etdiyi və interaktiv məlumatların yer aldığı xəritədə Azərbaycan rayonlarından biri Ağdərə rayonu göstərilməyib. Xatırladaq ki, Azərbaycan torpaqları işğal azad edildikdən sonra Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Bu barədə Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib və Prezident İlham Əliyev tərəfindən 5 dekabr 2023-cü il tarixində təsdiqlənib. Bundan sonra 27 dekabr 2023-cü ildə Azərbaycan Prezidenti bu qanunun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Onu da qeyd edək ki, artıq rəsmi statistik göstəricilər arasında da Ağdərə rayonu ilə bağlı məlumatlar yer alır.